Qabiliyyət imtahanında biri 10 bal, digəri cəmi 6 bal alır. Cəmi 30 saniyə bunun səbəbini öyrənəcəksiniz. Dizayn ixtisasında rəsm imtahanı 10 ballı şkala üzrə qiymətləndirilir. İmtahanda isə bu 4 antik başdan biri çəkilir. Germanik, Qatmelata, Diana və Venera. Birinci meyar kompozisiya. Gips baş rəsminin ölçülərinin kağız formatına münasibətdə düzgün tapılması və kağızın üzərində düzgün yerləşdirilməsi. Bu meyar 2 balla qiymətləndirilir. İkinci meyar gips başın konstruktiv həlli. Yəni proporsiyalar, quruluş və perspektivin düzgün verilməsi. Bu meyar 3 baldır. Üçüncü meyar işıq, kölgə və plastik həll. Ton keçidləri, işıq, kölgə və quruluş dəqiq verilməlidir. Bu meyar da 3 baldır. Dördüncü meyar tamamlanma. Gips baş rəsminin düzgün tamamlanması, mərhələlərin doğru ardıcılıqla gözlənilməsi və rəsmin təsvir edilən başla tam oxşarlığın olması. Bu meyar 2 baldır. Növbəti videolarda hər meyarı ayrıca nümunələrlə izah edəcəyəm.